Şair Ziya Dilsuz, vətəndə yaşayan mühacir adam, Professor Abid Tahirlinin 70 illik yubileyinə, dünyanın hər cürə üzünü görüb, ömrün 70'inə çatır nur adam, ruhuna istiqlal sevinci büküb, gör kimlərlə oturub həmfikir adam. İllər gözdə qalır, xatirələr tək, düzlər düzdə qalır, xatirələr tək, dönür sözdə qalır, xatirələr tək, həm şair adam, həm şeir adam. Kimi səsləyirsə düzə səsləyir, görsə də kimsəyə etməz pisliyi, adında daşıyır müqəddəsliyi, göylərdə eşq adam, yerdə pir adam. Bilir müşküllərin kömək vaxtını, əziyyət vaxtını, əmək vaxtını, bilir həqiqətin demək vaxtını, biraz aşkar adam, biraz sir adam. Qəlbi bahar olan xəzəl tanımaz, pak olan hilə, fənd, əməl tanımaz, maniyə tanımaz, əngəl tanımaz, təpədən dırnağa azad hür adam. Diqqət gözləyənə diqqətli olar, mehriban görünər, şəfqətli olar, əlbəttə dəyərli, qiymətli olar, hər zaman saf adam, təmiz, dür adam. Soruş, necə olur həsrət ağrısı, əmindir yaşayar millət ağrısız, qəlbdə 70 ilin qürbət ağrısı, vətəndə yaşayan mühacir adam. Biz bugün Abid Mənim Tahirlinin 70 illik yubileyini qeyd edirik. Abid Mənim Tahirli Azərbaycan Respublikasında ilk dəfə jurnalistika sahəsində doktorluq dissertasiyası yazıb müdafiə eləmiş. Azərbaycan mühacirət ədəbiyyatının ən samballı, ən tanınmış tədqiqatçılarından biridir. Abid Tahirli bundan əlavə vətənini qısqanclıqla sevən bir insandır. Mən taleyimdən çox razıyam ki, Abid Mənim Tahirli ilə mən tanışam və Abid Mənim Tahirli mənə dost deyəndə mən bu sözdən böyük fəxr hissi keçirirəm. Mənim özümün Azərbaycana gəlişimdə Abid Mənim Tahirliyə uzun ömür, xoşbəxtlik və gələcək həyatında yaradıcılıq uğurları arzulayıram. Abid Mədini uzun illərdir tanıyıram. Hələ Moskvada olduğum zamanlarda onun qəzetlərdə, dərgilərdəki məqalələrini izləyirdim. Döndükdən sonra həm kitablarını, həm onun fəaliyyətini hər sahədə, həm ədəbiyyat sahəsində, ədəbiyyatşünaslıq sahəsində, həm bizim dilimizlə bağlı olan yazılarında və ən əsası da bizim milli dəyərlərimiz olan Əhməd Ağaoğlu haqqında, istiqlal fədailəri haqqında yazıları, kitabları həqiqətən bizə milli dəyərlərimizi sevdirməyi, tanıtmağı başarmış gözəl alimlərimizdən biridir. Mən bu yolda, asan yol deyil bu yol, amma o yolun, çətin yolda ona sadəcə bir şey hazırlayıram. Möhkəm can sağlığı və tamamilə ürəyində, beynində, qəlbində arzuladığı hər şeyin yazılar olsun, kitablar olsun, həyata keçirmək istədiyi ideyalar olsun, onların uğurlu olmasını diləyir, uzun ömür arzulayır. Abid bəy, mənim əziz dostumun,
Azərbaycanın görkəmli ədəbiyyatşünasını, mühacirətşünası 70 illik münasibətilə təbrik edirəm. Onun şəxsiyyətinə, onun yaradıcılığına gəldikdə deyə bilərəm ki, Abid Tahirli Azərbaycan ədəbi, bədii düşüncəsində böyük yer tutur və bu hörməti, bu o öz əsərləri ilə qazanmışdır. Təkcə mən onu deyim ki, mən hələ 80-ci illərdə Abid bəylə yaşıd olmağıma baxmayaraq, mən onun Odlar Yurdu qəzetində məqalələrini oxumuşam, onunla böyümüşəm. O artıq çox gənc vaxtlarından, belə deyim ki, mühacirətin içine düşmüşdü. O zaman ki, mühacirət haqqında hələ heç kim danışmırdı. Və sonra da bütün həyatı boyu o mühacirətşünaslıq davam elətdirdi. Mən mühacirətşünaslıq deyəndə Abid bəyi nəzərdə tuturam. Abid bəy deyəndə isə mühacirəti nəzərdə tuturam. Bu həqiqətən də belədir. Və mən onun araşdırmasını da çox yüksək qiymətləndirirəm. Bu da İsmail bəy Qaspıralı haqqında onun araşdırmasıdır, monoqrafiyasıdır. Bu monoqrafiyanı mən Türkçe oxumuşam, Türkçedə çap olunub. Çox gözəl bir monoqrafiyadır. Ona görə ki, İsmail bəy Qaspıralı hələ Azərbaycan ədəbiyyatşünasında özünün görkəmli yerini almayıbdır. Bax, oradan biz İsmail bəy Qaspıralının kimliyini, onun Türk xalqı üçün, Türk düşüncəsi üçün kim olduğunu daha aydın görürük. Mən Abid bəyə uğurlar arzulayıram, uzun ömür arzulayıram. Bu araşdırmalarını istəyirəm həmişə davam elətdirsin və bu fundamental, konseptual araşdırması bizim ədəbiyyatşünasımızın gələcək səhifələrində çox böyük yer tutacaq. Təsəvvür eləyin, 1988-dir. Mən də ilk dəfə Parisdən Bakıya gəlmişəm. Rəhmətlik Elçin Əfəndiyev gəlib Parisə, məni çağırıb ki, gəlin gedək Bakıya. Mən də çox xoşam ki, birinci dəfə Bakıya gələcəm. Gecə yetişmişik, sabahısı gəlmişim Vətən Cəmiyyətinə. Kimi orada Elçin mənə tanış elədi? Abid və Əkrəm bu ikisi. Və Abidə tapşırdı məni ki, bu qardaşımızı və 2 nəfər də dostlarımızdır ki, qardaş Əyyub, Davud, İmdadiyan. Onlar da rəssamdılar, çox önəmli rəssam. Təbrizdən üçümüzdən. Və bizi Abidə tapşırdı ki, siz bunu Bakıya gedin görsədin. O vaxtdan indiyə kimi o gün bizim yadımızdadır ki, birinci adam ki, Bakıda bizi gəzdirdi, göstərdi, Abid oldu. Sağ olsun Abid. 70 il ki, bəlkə 100 ildən də çox var. İndiki 100 heç bir mövzu deyil. 150 il yaşayasın. Sağ olasın. Profesör Abid Tahir haqqında çox danışmaq olar. Sevgi ilə danışmaq olar. Çünki onun bir alim kimi şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan bizim çox hörmətli bir ziyalılarımızdan biridir. Abid müəllimin mən öncə əsərlərindən tanımışam, araşdırmalarından tanımışam və onun mühacirət mətbuatıyla bağlı sistemli, mükəmməl araşdırmaları mənim diqqətimi çəkdi və bu işin nə qədər insandan, alimdən həm sevgi, həm də fədakarlıq tələb etdiyini bildim. Abid müəllim alimliyi vətənə sevgi ilə, bəlkə də pafoslu səslənir. Çünki onun araşdırdığı mövzunu başqa cür araşdırma mümkün deyil. Yəni mühacirət ədəbiyyatını, mühacirət mətbuatını, o böyük şəxsiyyətləri, o qürbətdə yaşayıb, qürbətdə ölmüş bu vətən fədailərini öyrənməkdən ötürü gərək özün də vətən fədaisi olasan. Mənim üçün Profesör Abid Tahirli həm də bir vətən fədaisidir, elm fədaisidir. Sözün bütün mənalarında. Mən onunla bir yerdə Ali Attestasiya Komissiyasında da işləyirəm və orada da onun o
əxlaqını, onun biliyini, savadını görürəm və onunla qürur duyuram. Abid müəllim var olsun. Mən sevgilərlə və sayğılarla. Bizim Azərbaycan dilində bir abidə sözü var. Düzdür, o ərəb mənşəli sözdür. Ancaq artıq dilimizdə bir vətəndaşlıq hüququ qazanıbdır. Adətən bu heykəltaraşlıq sənətində olur. Amma gözəl bir əsərə, gözəl bir mənzərəyə, qədim bir fikirliyə də özlüyündə abidə demək olur. Bir də var ki, insanların özünün yaratdığı abidələr. Mən Abid müəllimin yaradıcılığı ilə demək olar ki, çoxdan tanışam. Və mən bu uzun illərdə fikir vermişəm, görmüşəm ki, Abid müəllimin Azərbaycan ədəbiyyatşünaslıq elminə, mətbuatşünaslığa, mühacirətşünaslığa verdiyi əsərlərin hər biri özlüyündə bir abidədir. Abid müəllimin yaradıcılığı çox şaxəlidir. Orta məktəb illərindən yaradıcılığa başlasa da, o meydan hadisələrində onun yaradıcılığı o qədər kütləşdi ki, o bizim ən öndə gedən publisistlərimizdən oldu. Onun əsərləri o vaxtı meydanda Odlar Yurdu qəzetində çap etdirdiyi yazıları hesab edin ki, bir əldən ələ gəzirdi, xalqı oyadırdı. Abid müəllim həmin Odlar Yurdu qəzetində işləyərkən artıq o yaradıcılığın istiqamətini dəyişdi. O mühacirət ədəbiyyatı ilə məşğul oldu. Və mühacirət ədəbiyyatı haqqında ümumiyyətlə çoxları yazıb. Amma Abid müəllimin o sahədə yaratdığı əsərləri mən deyərdim ki, bundan sonra gələcək nəsil üçün bir yoldur. O adını mühacirətşünaslıq ədəbiyyatında əbədiləşdiribdir. Söz bu yerə çatanda mən artıq hardan başlamağımı bildim, yəni qəbul elədim. Mühacir ədəbiyyatı. Siz inanırsınız, ədəbiyyat adamı nədir bilirik. Ancaq bu ədəbiyyat adamı əgər həm şairdir, həm tarixçidir, yəni bu millətin tarixini, dilini, ədəbiyyatını, folkloru, musiqisini bir-birindən ayırmaq olmaz. Alim kompleks aparır bütün bu araşdırmaları, girir bu yola. Bax, Abid müəllimdə o mühacir ədəbiyyatı toxundu mən o söz. Siz inanırsınız, o nümunələri mən oxuyanda o qədər hissə qapılıram. Yəni, qarşımda bir araşdırmacı yox, həm də bir şair, bir qərib ruhlu şair. Siz inanın, özüm dönüb, özümü mühacirətdə hiss edirəm. O qədər kövrəlirəm. O kövrək, özü kövrək, nə qədər zahirən bərk görünsə də, susqun, ciddi bir kişi olsa, amma daxilən o qədər o kövrək adamdır. Mən biraz söhbətçil adamım. Mən söhbətlərimə çox qulaq asıb verdim. Nə qədər sadə danışdım, amma həm də nağıl danışdım. Elmi bilgiləri, yəni bu günləri bilirsiniz, bəlkə o da onun yubileyi ilə bağlıdır. Biraz biz coşku ilə danışırıq. Həqiqətən o coşkuya layiq bir yaradıcılıq saxlayan adamdır, alimimizdir. 70 yaş ətrafında düşünəndə gözümün qabağına Azərbaycan tarixində, Azərbaycan ədəbiyyatı tarixində müxtəlif yaşlarda yaşayıb həyatını tərk etmiş böyük nəhəng insanlar xatimə gəlir. Bunlar 70 yaşda nə etmişlər, yaxud 70'e çatana qədər nə etmişlər. Biz bilirik ki, Zəfər Cəbalıdır, Mikail Müşfiqdir və digərləridir. 35-40 yaşa çatmadan dünyanı tərk etdilər, amma nə boyda irs qoydular, getdilər. Əhməd bəy Ağaoğlu kimi nəhəng 70 ildə 700 adamın 700 ildə görməyəcəyi bir iş gördüm. Mən əlbəttə onlarla bu qəzetdə özümə hesabat verəndə çox kiçik görürəm. Əgər dostlar, yoldaşlar, həmkarlarım mənim bu 70 ildə gördüklərimə yüksək qiymət verirlərsə, əlbəttə bu onların baxışlarında, prizmalarında belədir. Və mənə çox xoşdur ki, onlar bu şəkildə dəyər verirlər, qiymət verirlər, bu qədər diqqət göstərirlər. 70 yaş hesabat yaşıdır. Ümumiyyətlə, hər il, hər yaş, hər yeni yaş bir hesabatdır. Mən nə etdim? Mən necə yadda qaldım? Mən hansı işləri gördüm? Hansı işlər görə bilərdim? Hansı işləri görməli idim? Və s. Bu suallar məni çox düşündürür. Mən hesab edirəm ki, mən gördüklərimdən daha artıq, daha çox işlər görə bilərdim. Planlarım da var. Mən ümumiyyətlə, hər ilin sonunda özümə bir növbəti ildə hansı işləri görəcəm deyə belə şəxsi proqram hazırlayıram və səmimi deyirəm ki, hələ heç vaxt
planlaşdırdıqlarımı tam həyata keçirməmişəm. 70 yaşın ərəfəsində də bir geriyə baxdım və gördüm ki, mən elə görmək istədiklərimin, etmək istədiklərimin, icra arzusunda olduqlarımın heç üstdən birini də görməmişəm. Yəni işlər çoxdur, planlar çoxdur, arzular çoxdur, istəklər çoxdur, niyyətlər çoxdur. Yaş, sağlamlıq və səhət imkan versə biz o işləri görərik inşallah.